Məşhur olimpiada konsepti A kvadrat B kvadrat K tənliyinin tam həllərinin sayını tapın. Əgər K tak ədəd olarsa, cavab K-nın tam bölənlərinin sayı olacaq. Məsələn, A kvadrat B kvadrat bərabərdir 2 üstü 2 vur 3 üstü 3 olarsa, bunun tam bölənlərinin sayı 3 vur 4 vurulsun 2 alınır 24. Əgər K cüt ədəd olarsa və 4-ə bölünməzsə, məsələn, həlli yoxdur. A çıx B vurulsun A plus B, bu səbəb vuruqlarını ayırırıq. Sağ tərəf cüt olduğu üçün sol tərəfdə cüt olmalıdır. Əgər bu cüt ədəd olarsa, məcburdur ki, bu da cüt ədəd olsun. Amma iki cüt ədədin hasili 4-ə tam bölünür, sağ tərəf isə 4-ə bölünmür, amma cütdür deyə məsələnin həlli yoxdur. Əgər K cüt ədəd olarsa və 4-ə bölünərsə, cavab K böl 4-ün bölənlərinin sayı olacaq. A çıx B vurulsun A plus B bərabərdir deyək. K yox 4K olsun 4-ə bölünən. Burada 4-ə bölündüyü üçün vuruqlarından birinin ikisini verirəm buna və ikisini buna verirəm. Bu tərəf dönüşür K-ya. Və biz artıq istənilən qiyməti A çıx B və A plus B-yə verə bilərik. O da verə biləcəyimiz qiymətlərin sayı K-nın bölənlərinin sayı olacaq. Yəni 4K böl 4-ün bölənlərinin sayı. Aşağıdakı sualların həllərini kommentariyada mənimlə bölüşərsiniz.